SQL-də tarixləri filtrləmək üçün əsas bələdçi. Gəlin dürüst olaq. Yəqin ki, hər birimiz bu sinir bozucu vəziyyətlə ən azı bir dəfə qarşılaşmışıq. Yazdığınız o çox sadə, məsum görünən SQL sorğusu 4 iyul məlumatları üçün qəfildən 0 sətir qaytarır. Və ya daha pisi, heç xəbəriniz olmadan 5 iyulun məlumatlarını da nəticələrə qatır. Bugün hazırladığımız bu izahda məhz bu tapmacanı həll edəcəyik və Know how to correctly filter a range of dates on a column mövzusunu detallarına qədər söküb yığacağıq. Əgər verilənlər bazaları ilə işləyirsinizsə, o xətanı axtararkən yəqin ki, saçınızı yolmaq dərəcəsinə çatmısınız. Amma narahat olmayın. Bugün o köhnə, səhv vərdişləri bir kənara atıb, işin əsl sənaye standartlarına uyğun yolunu öyrənəcəyik. Baxın, müxtəlif verilənlər bazası sistemlərinə, istər SQL server, istər Oracle, istərsə də PostgreSQL olsun, nəzər salanda sanki vəhşi qərbdəyik. Tamamilə fərqli date-time formatları var. Bəziləri tarixi və vaxtı bir yerdə saxlayır, bəziləri saniyənin mində birini belə ağlasığmaz dəqiqliklə hesablayır. Standartın olmaması o deməkdir ki, hər addımda gizli bir tələyə düşə bilərsiniz. Gəlin görək, bu kabus real həyatda necə başlayır? Birinci hissə. Tarix filtrləmə tələsi. Təsəvvür edin ki, sistem loqlarını yoxluyursunuz və sadəcə dəqiq olaraq 4 iyul 2016-cı ildə baş verən qeydləri tapmaq lazımdır. İlk ağlımıza gələn ən sadə cəhdimiz adətən elə bu olur. İndi burada çox gizli və təhlükəli bir tələ var. Qeyri-aşkar çevrilmə, yəni implicit conversion. Sol tərəfə baxın. Log date bərabərdir 7/4/2016. Bizə görə bu, bir mənalı olaraq 4 iyuldur, elə deyilmi? Amma istifadəçinin kompüterindəki regional parametrlərdən asılı olaraq verilənlər bazası bunu heç düşünmədən 7 aprel kimi oxuya bilər. Bəli, Britaniya və Amerika formatları toqquşur və siz fərqində belə olmadan tamamilə başqa bir ayın məlumatlarını çəkirsiniz. Canlı sistemlərdə bu əsl fəlakətdir. Təbii ki, biz bu qeyri-müəyyənliyi istəmirik. Ona görə də təhlükəli implicit conversiondan qaçıb sağdakı kimi aşkar, yəni explicit convert funksiyasından istifadə edirik. Dəqiq format kodunu veririk ki, bazanın mühərriki bizim tam olaraq hansı günü istədiyimizi bilsin. Problem həll olundu deyə düşünürsünüz, hə? Tələsməyin. Amma bir dəqiqə, kodu işə salırsınız və bum, ekranda 0 sətir. Heç nə gəlmədi. Axı niyə? Çünki sütunumuz həm tarix, həm də vaxt saxlayır. Biz isə sadəcə tarixi verdiyimiz üçün baza onu düz gecə yarısına, yəni 00:00-a bərabərləşdirir. Yəni, əgər log qeydi dəqiq olaraq o saniyənin o kiçik yanında baş verməyibsə, heç nə tapılmayacaq. Bəzən axtardığımız o mükəmməl bərabərlik bizi məlumatdan məhrum edir. İkinci hissə. Sadəcə sütunu bir funksiyanın içinə salım, vaxt hissəsini kəsib atım, canım qurtarsın. Amma dayan. Bu kiçik, məsum görünən həll sisteminizin performansını sözün əsl mənasında məhv edəcək. O qorxunc sorğuya baxmazdan əvvəl bu sözü əzbərləməliyik. Sargable. Qısaca desək, bu anlayış verilənlər bazasının axtarış edərkən öncədən yaratdığınız indekslərdən istifadə edə bilib, bilməyəcəyini müəyyən edir. Əgər yazdığınız kod sargable deyilsə, o bahalı indeksləriniz heç bir işə yaramayacaq. Gəlin niyə funksiya istifadə etməyin fəlakət olduğuna baxaq. Sol tərəfə diqqət edin. Sütunun özünü cast və ya başqa bir funksiyanın içinə saldığınız an, həmin kodu qeyri-sargable edirsiniz. Verilənlər bazası artıq indeksləri oxuya bilmir. Məcbur qalıb milyonlarla sətri tək-tək əllə axtarırmış kimi yoxlayır. Prosesor tavan edir, server donur. Sağdakı yanaşma isə sütuna heç toxunmur və əsl performans göstərir. Üçüncü isə between niyə uğursuz olur? Yaxşı, anladıq, funksiya olmaz. Üçüncü cəhddə ağlımıza tam məntiqi bir yol gəlir. Between operatoru. Axı between tam olaraq iki tarix aralığını tapmaq üçün yaradılıb, elə deyil. Sütunu təmiz saxlayıb, günün əvvəli ilə sonunu veririk. Təəssüf ki, burada çox fırıldaqçı bir xəta var. Between tamamilə daxil edicidir. Yəni, hər iki tərəfi nəticəyə qatır. Əgər siz 4 iyuldan 5 iyula kimi axtarış versəniz və kimsə düz 5 iyul gecə yarısı saat 00:00-da əməliyyat edibsə, between onu da səssizcə götürüb nəticələrinizə əlavə edəcək. Səhər hesabatlara baxırsınız və rəqəmlər səhvdir. Çünki o biri günün məlumatı araya qarışıb. 5 iyuldan bir dəfəlik can qurtarmaq üçün 4-cü cəhddə bəzilərimiz çox hiləgər bir yol seçir. Bitiş vaxtını 4 iyulun ən son millisaniyəsinə qururuq.
235959.999. Tamam, indi hər şey qusursuz görünür. Düzdür? Heç nə kənarda qalmadı. Amma bax, məhz burada SQL Server'da date time tipinin həll-edilirlik limiti düz 3.33 millisaniyədir. Bəli, belə qəribə, cüzi bir rəqəm. Və inanın mənə, bu rəqəm az sonra bütün əziyyətimizi puç edəcək. O 3.33 millisaniyəlik limitə görə nə baş verir? Verilənlər bazası sizin o böyük əziyyətlə yazdığınız 235959.999 rəqəmini riyazi olaraq sadəcə götürüb yuxarı yuvarlaqlaşdırır və o, sehirli şəkildə dönüb olur 5 yıl gecə yarısı. Bütün zəhmət boşa getdi. Sorğu yenə heç nə olmamış kimi o biri günün məlumatlarını gətirir. Və nəhayət dördüncü hissə, mükəmməl filtrləmə həlli. Deməli, regional formatlardan qaçdıq, serveri donduran funksiya tələlərinə düşmədik, axmaq milisaniyə yuvarlaqlaşdırmalarını da gördük. İndi isə o qızıl qaydanı, tarix axtarışının zirvəsini öyrənməyə hazırıq. Artıq təxminlərə ehtiyac yoxdur. Bütün sir cəmi 2 operatorda gizlənib. Ən yaxşı təcrübə, sənaye standartı məhz budur. Başlanğıc tarixiniz üçün ciddi şəkildə böyükdür və ya bərabərdir istifadə edin və eyni zamanda növbəti günün tam başlanğıcı üçün sadəcə kiçikdir operatorunu qoyun. Bitvini tamamilə unudun. Bu iki operatorla nə millisaniyə yuvarlaqlaşması sizi qorxuda bilər, nə də hər hansı log kənarda qalar. Yeri gəlmişkən, əgər istifadəçidən bir başlanğıc və bitiş tarixi qəbul edirsinizsə, o zaman kiçikdir məntiqinin düzgün işləməsi üçün bitiş tarixinin üzərinə dateAdd funksiyası ilə bir gün əlavə etməyi unutmayın. Riyaziyyatı əlləq etməyin. Qoyun sistem öz daxili funksiyası ilə tarixi təhlükəsiz şəkildə artırsın. Bu, riskləri sıfıra endirir. Gəlin, bugün öyrəndiklərimizi beynimizə yaxşıca həkk edək. 4 qızıl qayda var. Birincisi, regional fərqlərə, qeyri-aşkar çevirmələrə əsla güvənmirik. İkincisi, indeksləri öldürməmək üçün datetime sütunlarını heç vaxt funksiya tətbiq etmirik. Üçüncüsü, o daxil edici və yuvarlaqlaşdıran tələlərinə görə between operatorundan uzaq dururuq. Və dördüncüsü, həmişə böyükdür və ya bərabərdir və kiçikdir kombinasiyasından istifadə edirik. Verilənlər bazası mühərrikinin görünməz qaydalarına hörmət edən sorğular tərtib edərək, etibarlı və gələcəyə davamlı SQL yazın. Bugün izah etdiyimiz kimi, o qısa görünən, amma aldadıcı hilələrdən qaçıb, aydın və qəti sərhədlər qoyduğunuz zaman, həqiqi mənada qırılmaz, ildırım sürətində işləyən SQL yazmaq gücünə sahib olursunuz. Düzgün filtrləmə şansla deyil, məhz o görünməz qaydalara tam olaraq tabe olduğunuz zaman əldə edilir.